Buyurun. Dövlət Reklam Agentliyi. 9 il sizinlə. Operativlik və dəqiqlik seçimimiz deyil, devizimizdir. Burada çalışmaq istəyən hər bir əməkdaş prinsipi dərindən mənimsəməlidir. Kollektivimizin gözəl xüsusiyyətlərindən biri odur ki, bizdə həm gənc kadrlar fəaliyyət göstərir, çalışır, həmçinin də təcrübəli kadrlar. Və bunların birgə zəhmətlərin, əməyinin birgə sintezi çox gözəl nəticələr verir. Təbii ki, bunların formalaşması bir gündə deyil, bunlar müəyyən bir dövrü əhatə edir və həmçində bunların, belə deyək, daha faydalı, daha məhsuldar təşkil olunması üçün də həmçinin korporativ tədbirlər keçirilir. Korporativ tədbirlər zamanı əməkdaşlarımız bir-birlərinə daha yaxından, daha yaxşı, daha yeni bir xüsusiyyətlərini görə bilirlər, tanış olurlar. Deyə bilərəm ki, verdiyimiz layihələr, təkliflər şəhərimizin, ölkəmizin gözəlləşməsində, estetik cəhətdən gözəlləşməsində Azərbaycan Dövlət Reklam Agentliyinin bilavasitə rolu çox böyükdür. Adrada artıq 4 ildən çoxdur çalışıram. Adra dedikdə, Azərbaycan Dövlət Reklam Agentliyi dedikdə inkişafla assosiasiya olunur. Çox gözəl kollektivimiz var. Professional, xeyirxah, yoxluğumuz olmadı. Yadımdan çıxdı sözlər. Çox gözəl kollektivimiz var, səmimi, peşəkar. Bu illər ərzində bir çox layihələrə imza atmışıq. Ən çox mənə qürur verən, yadda qalan layihələrdən biri Şuşa layihəsidir, İsa Bulağı layihəsidir ki, düşünürəm ki, bu layihə bizim bir çox uğurlarımız arasında öndə gedən layihələrdən biridir. Adrada işlədiyim müddətdə başıma gələn ən maraqlı hadisələrdən biri köhnə binadan yeni binaya köçəndə burada qoyduğumuz əziyyət, təzən çəkdi təzən biri köhnə binadan təzə binaya köçərkən yaşamış təəssüratlardır. Burada nə qədər fasiləsiz işləsək də komanda o qədər mehriban idi ki, heç yorulduğumuzu hiss eləmirdik. İşləyir, indi çəkib bəyazlar. Dövlət Reklam Agentliyində artıq 7 ildir çalışıram və mən bu illəri böyümə kimi ifadə edərdim. Adrada çalışmaq mənim üçün məsuliyyət və peşəkar inkişaf deməkdir. Unutdum, çox üzr istəyirəm. Yadda qalan hadisələr ən qədərdir, amma ən maraqlı şeylərdən biri də o idi ki, əvvəllər pişəyə çıxanda vitrindəki məhsullara baxırdımsa, indi onun üstündəki lövhələrdəki dil normalarının qorunub qorunmadığına baxıram. ...2023-cü ildən Adrada çalışıram, öz işimdən zövq alıram və qürur duyuram. Adrada qarşılıqlı hörmət, isti münasibət və böyük bir komanda ilə rastlaşacaqsınız. Adrada çalışmaq mənim üçün dəyərlərə əsaslanan bir missiyanın parçası olmaq, məsuliyyət və inkişaf deməkdir. Adrada yaddaşımda qalan ən gözəl anlardan biri yaranan dostluqlardır. Və gözəl anlar. Və gözəl anlar. Mən Adrada artıq 6 ayda işləyirəm və ilk gündən peşəkar və səmimi mühit hiss etmişəm. Buna görə də öz sevimli kollektivimə təşəkkürümü bildirmək istəyirəm. İxtisaslaşmış reklam yayıcıları və sosial reklamlarla iş şöbəsi sizin üçündür.